Yani komandadır ki bütün yarışlarda iştirak edecek. 23 növ üzrə yarışın hamısında biz Respublikamızın idmançılarının mübarizəsini görəcəyik. Ve Cənab Prezidentin nəvələrini de gördük yanında. Onlar da idmançılarımızı salamlayırlar, alqışlayırlar. Belə bir mötəbər tədbirlər Azərbaycanda çox keçirilir bildiyiniz kimi Fikret müəllim. Ancaq sonuncu dəfə biz 2015 və 2017-ci il Avropa oyunları və İslam oyunlarını yada sala bilərik ki, belə bir möhtəşəmlik var idi. O Bakıda idisə, bu artıq Bakıdan kənarda, Gəncədədir. Qədim şəhərimizdə Azərbaycanın gözü bəbəyi olan Gəncədə keçirilir. Bizim bayraktarlarımız Zemfira Həsənzadə Taekwondo üzrə Avropa çempionatının gümüş mükafatçısı, Avropa birinciliğinin galibi ve tanınmış karateçimiz Asiman Qurbanlı 3 kat Avropa çempionu. Minsk'te keçirilən Avropa oyunlarının galibi, Konya'da İslam Həmrəyliyi oyunlarının çempionu ve nəhayət dünya çempionatının gümüş mükafatçısı. Yani bizim diğer idmançılarımız da bak belə titulludur. Onların arasında da qələbəyə namizədlər çoxdur. Ve Azerbaycan komandasının bu yarışlarda dediğimiz gibi liderler grubunda olacağına biz şüphe eləmir, inanırıq. Дорогие спортсмены, пусть ваша сила и воля приведут вас к блестящим победам. Мы искренне желаем вам удачи, честной игры и крепкой дружбы.